Valla qiymətlər bahadır da, çox bahadır. Bu il keçən ilə baxanda bu il xeyli bahaçılıq var. Xeyli bahadır qiymətlər. Meyvə də, tərəvəz də hamısı bahadır. Bahadır olmağına hər yerdə, hər şey bahadır. Simitən baha olanda meyvə də baha olacaq da. Bunu çatdıra bilmirəm. Meyvəyi almağın pulum çatmır. Ancaq elə qarnımızı görür. Alçanın qiyməti 10 manatdan 40 manata qədər, çiyələyin qiyməti 8 manatdan 15 manata qədər, alma və armudun qiyməti isə 5 manatdan 8 manata qədər müxtəlif aralıqlarda dəyişir. Yəqin ki, qiymətlər sizdə də təəccüb doğurdu. İndi biz bu bahalığın səbəbini satıcılardan öyrənməyə çalışaq. Deməli, göyçə var ki, Göyçaydan gəlir, qiyməti 10 manatdır, o təbiidir. Deməli, 20 manat olan göyçə o parnikdir. O Bakının kəndindən gəlir, o böyük olduğuna görə, parnik olduğuna görə qiymət dəyişir. İndi bir həftədən sonra həmən parnikin qiyməti olacaq 10 manat, 7-8 manat. Hal-hazırda parnik olduğuna görə qiyməti 20 manatdır. Çöl malı isə göyçənin qiyməti 10 manat, 7 manat, 15 manat. Onun deməli böyük olduğuna görə, kiçik olduğuna qiymət dəyişir. Çəyrək də Şəmkirdən gəlir, Viktoriya çəyrəkdir, dərmansızdır, parnik deyil. Qiyməti 15 manatdır. Bazarda qiymətləri tənzimləmək üçün dövlətin o vacib hesab elədiyi qiymətləri zaten tənzimləyir. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər var. O bazardakı qiymətlərə təsir göstərir. Misal üçün benzinin qiymətini qaldırır, işığın, suyun, qazın, daşımanın filan. Bunların hamısı bazardakı qiymətlərə təsir göstərir, birbaşa təsir göstərir. İkincisi, bir sıra xidmətlər var ki, bunlar Rabitə Nazirliyi tərəfindən, hökumət tərəfindən tənzimlənir. Bundan başqa dövlətin dolayı yolla qiymətlərə təsir imkanları var. Bu faiz dərəcələri filan, kredit faizləri. Yəni bunların hamısının dövlətin geniş səlahiyyətləri mövcuddur. Həm pulun qiymətini tənzimləmək, həm bir sıra mərkəzləşdirilmiş xidmətlərin qiymətini tənzimləmək və həm də eyni zamanda dolayı təsir vasitələri ilə qiymətə təsir göstərmək. Yəni geniş spektrə malik işlərində. Hansısa bir nəzarət orqanı gəlib bazarda qiymətlərə baxsın, ABX kimi keçmiş sosial dövründə buna ehtiyac yoxdur, zərurət yoxdur. Yəni Azərbaycanda bazarda hökumət kifayət qədər qiymətləri tənzimləyir, səlahiyyətləri də var. Hökumət əgər qiymətləri düzgün hesab eləmirsə, hökumət rəqabət məcəlləsində qəbul edib. Orada da istehlak bazarlarına nəzarət və anti-inhisar dövlət agentliyi yaradılıb. O da rəqabəti tənzimləsin. Qalan o sahibkar 3 manat 20 qəpiyə satacaq, yoxsa 3 manat 50 qəpiyə satacaq, bunu bazar özü tənzimləyəcək.